Kızlar salam. Baxın, belə bir janonikim var mənim. İsti olduğuna görə əlimi vura bilmirəm. Və yağ çözücüdən istifadə edəcəm. İlk dəfədir mən də jaronikin, sobanın için təmizləmişəm bunu, amma jaronikin istifadə etməmişəm. Nəticəni sonunda sizinlə bölüşəcəm, görək necə olur. Güzel yoruruq. İsti olmalıdır sadəcə olaraq, amma isti yoxunmalıdır. Baxın, rəngi görsəz indidən çıxır. Sonda sizinlə bölüşəcəm. Kızlar baxın, sondakı nəticəni görürsünüz. Bunu setka ilə mən sürtməmişəm da. Adicənə qızdırırsan tavanı, üstünə bundan çiləyirsən və özünüz görürsünüz. Sondakı nəticəni silirsiniz əski ilə. Yəni bəlkə bu jaronik məndə 6 il var. 6 ildə mən hər bir şeydən istifadə eləmişəm, getməmişdi. Çünki buna sim vurmaq olmaz deyənə simdən sürtməmişdim heç vaxt. Amma bir dəfəyə bunu çiləməkdən görün sonda heç 5 dəqiqənizi almır. Görün nə gözəl olur, tərtəmiz.